şəhid doğulmuşuq hər birimiz. Özdə bu belə götürəndə ailədə olur, kökdə olur, qanda olur. İnşallah özümüz bütün varlığımızla, çox ürəklə hamımız bu işə girərik. Girən dahilə girəcək yəqin ki. Allah özü kömək olsun bütün şəhidlərimizin qanını almağa, onun ürəyimiz soğuyana qədər o işi görə bilməyə Allah bizə kömək eləsin. Allah bizə şans versin. Gün də o şansa bir qapı elə bir açılır. İnşallah, inşallah. Yaşadığımız da bəsdir, hələ iş nə belə yaşaya da bilərik. Əsas odur ki, Allah qismət edib, əlimi silah tutan vaxtı bu iş başlayır. Şərəfsiz düşmənlərdən bacalanmış bir vətən deyə tacalanmış bir ellərin gözündə ucalanmış bir torpaqlar çağırıb apardı səni. Döyüşlerde qartal kimi uçardın, güneş kimi zülmətlərə saçardın. Neçə bağlı qapı açardın, torpaqlar çağırıb apardı səni. Gecə gündüz xəyallara dalmışdın, əzəl gündən səngərlərdə qalmışdın. Körpələrin qisasını almışdın, torpaqlar çağırıb apardı səni. Nankör düşmənlərdən bacalanmış bir vətən deyə tacalanmış bir ellərin gözündə ucalanmış bir torpaqlar çağırıb apardı səni. Mən fikirləşirəm birdən, Allah mənə müharibəni verdi, dalıncan da gəldi, bir belə ara verdi ki, get yaşa. O qədər belə rahat məni bu çağırır ki, elə bilirəm ki, Allah Taala bu müharibəni məndən ötərim başladı, bu fasiləni məndən ötərim verib, indidən məndən ötərim başlayır inşallah. Allahın köməkliyi ilə gedərik, Allah özü qismət eləsin. İsti nədir, soyuq nədir bilmədin, ağız dolu danışmadın, dinmədin. Ağır gedən döyüşlərdə ölmədin, torpaqlar çağırıb apardı səni. Deyərdin ki, möhlət verib Allahım,
apardı seni. Fəhirlə anırıq adını müşfiq, yaddan çıxarmarıq səni də Musa. Rəhmət diləyirik sənə də Musa. Nankör düşmənlərdən bacalan müşfiq, vətən deyə tac alan müşfiq, ellərin gözündə ucalan müşfiq, torpaqlar çağırıb apardı səni. Elimin obamın qəhrəman oğlu, torpaqlar çağırıb apardı